Salam, 8-ci sinif kimya dərsindən səhifə 85-də ümumiləşdirici tapşırıqlar bölməsinə baxaq. Reaksiyaların söz tənliklərini dəftərinizə köçürün və boşluqları tamamlayın. Reaksiyaların kimyəvi tənliklərini tərtib edin. Deməli, amoniyakın üzərinə nə gəlsə, amonium hidroksid alınır, su gəlsək. Mən burada su yazmalıyım sözlə. Su gəlsək. Bu ümumiyyətlə necə olur? Amonyak NH3-dür, üstəgəl H2O alınır NH4 OH. Kalsium hidroksid üzərinə nə gəlib ki, kalsium karbonat və su alınıb. Kalsium karbonat və su olsun. Karbonat turşusu. Reaksiya belə gedir. Alınır burada kalsium karbonat, üstəgəl H2O. Bu karbonat turşusudur. Burada yazırsınız karbonat turşusu. C bəndinə baxaq. Natrium hidroksid üzərinə gəlib xlorid turşusu. Alınan nədir? Biri sudur, o birisi nədir? Natrium xlor. Xörək duzu bildiyiniz. Üstəgəl su. Burada yazırsınız natrium xlor. İkinci suala baxaq. A üstəgəl B, C alınıb. Reaksiya zamanı maddələrin kütləsinin zamanlı az qrafiqlərini X-i müəyyən edin. Deməli, reaksiyamız nədir? A üstəgəl B alınıb C. Reaksiya girən maddələrin kütlələri cəmi bərabərdir alınan kütləsi cəminə. Burada nə qədər C alınıb görürük? 7,2. A nə qədər reaksiya girib bilmirik? 5 minus X reaksiya girib. Baxın, 5 götürmüşük əvvəldən. X-i artıq qalıb bunun. 5 minus X reaksiya girib. Üstəgəl B nə qədər reaksiya girib? Baxın, 4-dür. Hamısı reaksiya girib, 0-a gəlib. 4-ün hamısı reaksiya girib. Deməli, reaksiya girənlərin kütlələri cəmini toplasaq bizə 7,2-ni verəcək. Bu da nə edir? 9 çıx 7,2 o deyir 1,8. Deməli, X 1,8 imiş. Reaksiya tənklərini əmsallaşdırın. Əmsallaşdıraq. Deməli, burada tək ədəddə cüt olsun deyə 2 yazaq. Azot 2-dir hər tərəfdə. Hidrogen 6 olsun deyə 3 yazır qarşısına. B-yə baxaq. Yenə burada tək ədəd görürük. Bura 2 yazaq, cüt ədədə çevirək. 4 dənə alüminium, 4 düşür bura. Oksigen 6 dənə, 3 yazaq bura. Burada əmsala ehtiyac varmı? Yoxdur. Bəncə yox, var. Bura 2 yazaq, burada 2 yazaq, bura 2 yazaq. Aha, indi düzgün olar. Kalsium isodür, H2O burada. Bunun qarşısına 2 düşəcək. 4 hidrogen, 2 oksigen olsun deyəm. Sonra burada nə baş verir görək. 3 hidrogen var, 2 oksigen var. Deməli, 2 yazsaq. Bunu tələsmin əmsallaşdırma öz dəftərinizdə. 2, 3, 6. Bura 3 yazsaq. 5 olur. Deməli, hər birin 5 dəfə çoxaltmalı. 5 dəfə deyirəm, 2 dəfə 2-yə vurun. 4, 4, 6. Deməli, 10 oksigen, 4 azot, 12 hidrogen düzgündür. C2H2 üstəgəl O2, CO2 üstəgəl H2O alınıb. Bura 2 yazsaq, bura 2 yazaq. Burada 2 yazaq. 2 yox, daha doğrusu burada 4 yazaq. 4 dənə karbon olsun deyə. Bu 4-dür. Və hidrogen sayı 4 dənədir. Burada da 4 olsun deyə 2 yazaq. Bu zaman oksigen 10 edir. Ona görə bura 5 yazıq. Aşağıdakı reaksiyalar zamanı bərk nümunənin kütləsi necə dəyişir? Cavablarınızı əsaslandırın. Bərk nümunənin kütləsinin zaman asılı qrafikini qurun. A bəndinə görə zamandan asılılığını quraq. M bərk maddə yazaq bura. Burada T zaman olsun. Və yaxud elə hal yazaq. Deməli, 5 maddə baxın, maqnezium CO3-dür. Burada CO2 qaz halında ayrılır. Bəlkə maddə əvvəldən tutaq ki 100 qram idi, amma sonra 0 olmur da, amma azalmağa doğru gedir. Çünki CO2 ayrıldı axı. Burada baxsaq, B-də baxsaq tərs olacaq. Bərk olan kalsiumdur.
Üzərinə oksigen gələndə nə olur? Kütləsi artır da. Baxın, bunun əvvəldə müəyyən miqdar kütləsi var idi. Zaman keçdikcə belə yaza bilərsiniz, artır ya da daha səliqəli formada. Belə edək. Daha səliqəli olsun. Bax, müəyyən miqdar var idi. Zaman keçdikcə bunun kütləsi artır. Yəni, bir yerdə də sabit qalır. Bu da həmçinin yəni, bir yerdə sabit qalacaq artıq. Sonra 5-ə baxaq. Homogen reaksiyaları müəyyən edin, cavabınızı əsaslandırın. Homogen reaksiyaları burada nə görürük? Heterogendir gördüyünüz kimi eyni fazada getmir reaksiya. Heterogen. Burada nə görürük? Maye ilə mayena qarışıb eyni fazadır. Bu homogendir. Belə sizin yardımınıza ehtiyacınız var. Burada nə görürük? Burada yanma reaksiyası baş verir. Elə hər ikisində. Amma iş orasında ki, bu yanma reaksiyası oksigenlə baş verir və burada yanan da bərk maddədir. Yəni, biri qazdır, biri bərkdir. Ona görə biz bunu heterogen götürək. 6. Birləşmə reaksiyası. Baxaq görək. A-da baxaq görək. Biri bəsit, bir mürəkkəb nədir? Əvəz etmədir. Sink gəlib nisi əvəz eləyib. Bu A. Kalium NO3 parçalanıb burada. Bu birləşmədir. NO2, O2, H2O birləşib bir dənə mürəkkəb maddə əmələ gətirib. Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun. Bu da eyni ilə birləşmədir. Bir mürəkkəb maddə əmələ gəlib. Mübadilə reaksiyası. Burada heç mübadilə reaksiyası olmadı ki. Kalium brom. Bu da əvəz etmədi. Mən mi səhv görürəm? Kalium brom flor gəlir, əvəz eləyir burada. Y bəndi. Burada da sink əvəz eləyir də. Başqa nəsə A, B, C, D, Y. Yəni başqa mübadilə qaldı mı? Yox. Mübadilə reaksiyası yox burada. Heterogen reaksiyaları müəyyən edin. Qaz, qaz eyni fazada gedir. Bərk qaz, heterogendir, mən homogen gedirəm. Bu homogendir. Bərk, məhlul, bu da heterogendir. Bərk, məhlul, heterogendir. Məhlul, məhlul, bu homogendir. X, Y, Z maddələrinin formulunu müəyyən edin. Baxaq, bu X yanıb, 2O2, reaksiya girib CO2 H2 əmələ gəlir. Burada deməli 4 oksigen var, bu tərəfdə də 4 oksigen var. Demək ki, bu X-in tərkibində oksigen yoxdur, karbon, hidrogen var. Karbon nə qədər görürsünüz burada? 1 dənə. Hidrogen nə qədər görürsünüz? 4 dənə. Deməli, bu CH4 imiş. Y-ə baxaq. 4 azot görürsünüz, amma burada 4 azot yoxdur. Demək ki, əmsal da 4-dür. Deməli, bu Y-in tərkibində 1 dənə azot var. 3, 2, 6. 6 da ki, burada oksigen var. Deməli, burada hidrogen olacaq Y-in tərkibində bu da. NH3 olacaq. Baxın, 4 mol NH3 olanda 4 azot, 4 sumon ki, 12 dənə də hidrogen var. Ona görə belə olur. Burada 4 yazmaq ehtiyac yoxdur. Z-ə baxaq. Deməli, 11 oksigen reaksiyaya girib ferm S2 ilə 2 mol Z alınıb və SO2 alınıb. Burada baxın, sağda olmayan nə var? Dəmir var da, dəmir. Burada sol tərəfdə 4 dəmir var. Burada da 2 mol Z var. Deməli, bu dəmirin ayağına 2 düşəcək ki, 4 dənə ümumilikdə olsun. Sonra kükürt baxın, 8 dənə görürsünüz, 8 də burada var. Deməli, Z-in tərkibində kükürt deyil, oksigen Z-in tərkibindəki dəmir 2 O3 olacaq bu da. 16 oksigen burada var, 22'si burada. Burada deməli 6 dənə oksigen olmalıdır ümumilikdə. Bunda molu 2-dir. 2 yazsa bura 6 oksigen olmuş olacaq. 9-cu sual. Şagird mis lövhənin kütləsini ölçərək onun 8 qram olduğunu müəyyən edir. Sonra bu lövhəni pinset ilə tutaraq spirt lampasının alovunda bir müddət qızdırır. Qızdırmanı dayandırdıqdan sonra soymasını gözləyir və kütləsini ölçür. Bu zaman onun kütləsi 9 qram olur. Baş verən reaksiya tənini yazın və əmsallaşdırın. Baş verən reaksiya, baxın, burada istilik verir, o istilik var, spirt lampasının alovuna tutur. O istilik sayəsində burada mis və oksigen arasında reaksiya gedir. Bunu da əmsallaşdıraq.
Baş verən reaksiya homogendir yoxsa heterogen? Bu dərsdir, bu qazdır. Ona görə heterogen. Fazalar sərhədində getdiyi üçün heterogen gedir bu bərk və qaz arasında. Lövhənin kütləsi nə üçün artdı? 1 qram kütlə artımı nəyi ifadə edir? Lövhənin kütləsi burada bərk maddənin kütləsi artır. Əvvəl mis idi, sonra olub mis 2 oksid. Oksigenlə reaksiya girdiyi üçün artır. Birləşmə reaksiyasıdır, ona görə artır və yaxud da. Oksigenlə birləşir. 1 qram kütlə artımı nəyi ifadə edir? 1 qram oksigenlə birləşib. Əvvəl 8 idi. 1 qramla birləşib olub 9 qram. Bu qədər, sağ olun.